Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri tərəzilər 3-cü hissəsinin izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Onlayn və yaxud əhəndə dərslərə qoşulmaq üçün 073 67 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi isə keçirik sualların izahına. Başlayırıq birinci sualda. Birinci sualda baxın biz bu 4 dənə m-in əvəzinə k, l yaza bilərik və yanında da bir dənə əlavə m-imiz var. Nəticədə alırıq ki, k, l bərabərdir k, l, m-ə. Buradan da k-lərin birini ixtisara aparsaq, nəticədə alırıq ki, k l-ə bərabərdir. K l-ə bərabərdir. Və biz də aparıb burada k-nın əvəzinə l-m yazsaq, yanında da bir dənə l var. Düzgün cavab olacaq m-l. Yəni l-m ilə m-l deməkdə. Bu da hərflərin yerini dəyişəndə nəticəyə təsir eləmir. Düzgün cavab D variantıdır. İkinci suala baxırıq. İkinci sualda da deməli burada biz əvəzləyə bilərik. Baxın diqqətlə bu AB-nin əvəzinə AB nəyə bərabərdir? 6 dənə k-ya bərabərdir. K yaza bilərəm də buradan. Deməli, buradan da k-ların biz ikisini ixtisar aparsaq, nəticədə alacağıq ki, AA 4 dənə k bərabərdir 2 dənə B-yə. Buradan da deməli biz yarısını götürə bilərik də. AK-nı götürə bilərik. Buradan deməli bir dənə A-nı 4k-dan da ikisini götürə bilərik. A 2 dənə k bərabər olar nəticədə bir dənə B-yə. A 2 dənə k bir dənə B-yə bərabərdir. İndi biz də aparıb burada yerinə qoya bilərik. B-nin yerinə A, K yaza bilərik. Buradan da eyni hərfləri silsək, K-ların ikisi ixtisar gedir. 2 dənə A, 4 dənə K-ya bərabər olur. Bunu da biraz da sadələşdirsək, deməli, bir dənə A, 2 dənə K-ya bərabər olacaq. İndi cavabda da biz 2K-nın əvəzinə bir dənə A yaza bilərik. Deməli, və yaxud da ki, indi cavabı da fərqli veribdir. Buna variantlara uyğun baxırıq. Deməli, biz aldıq ki, A bərabərdir KK-ya. İndi biz B-nin əvəzinə bax, bu ifadəni yaza bilərik. A, KK. Yanında da əlavə 2 dənə K-mız var. Bu 2 dənə K-nı da yazırıq. Bundan sonra da, deməli, burada da KK-ların birini A-la əvəzləyiblər. Deməli, nəticədə, bax, bu 2 dənə K-nı bir dənə A-la əvəzləyə bilərik də, belə bir ifadə ala bilərik. AA, KK. O da B variantında verilibdir bizə. KK 2A ilə 2A 2K deməkdir də. Üçüncü suala baxırıq. Üçüncü sualda görək necə burada əvəzləmə edə bilərik. Bax, burada AAB-nin əvəzinə AAB nəyə bərabərdir? BC-yə bərabərdir. BC yaza bilərik. Yanında da əlavə bizim bir dənə B-miz var. BC B bərabər olacaq CA-ya. Buradan da C-lər ixtisar gedəndə BB bərabər olur. Nəticədə CA-ya. İndi biz də aparıb burada BB-nin yerinə CA yaza bilərik. Nəticədə cavab olacaq BCA. O da A variantı düzgün cavab sayılır. Sonra baxırıq 4-cü suala. 4-cü sualda yenə də əvəzləyib tapa bilərik biz. Deməli, burada necə əvəzləyəcəyik? Sadəcə biz A-ları burada əvəzləmə üsulu yox, toplama üsulundan eləyəcəyik. Niyə görə? Çünki burada əvəzləməli fiqur yoxdur da. Bərabər sayda deyirlər axı. Burada deməli biz nə edəcəyik? Alt-alta toplayaq gəlin. Alt-alta toplasaz, bax belə alacaqsınız. A, 3 dənə B bərabərdir. B, C. Əlavə də buradakı C-ləri yazsaq, yəni 3C oradan, 5 dənə də C buradan. Yəni ümumilikdə 8 dənə C olacaq. İndi B-lər də ixtisar getsə, nəticədə 2A, 2 dənə B bərabər olacaq. Neçə dənə C olur onda? 8 dənə C olur. 8 dənə C olur. Onda belə çıxır ki, deməli, bir dənə A, bir dənə B, 4 dənə C-yə bərabərdir. Bir dənə A, bir dənə B, 4 dənə C-yə bərabərdir. İndi biz də burada 4 dənə C-nin əvəzinə AB yaza bilərik də. B. 4 dənə C-nin əvəzinə biz AB yaza bilərik. Yanında da əlavə bir dənə C var. Buradan da B-lərin bir ixtisar getsə, BB AC-yə bərabər olacaq. Beləliklə düzgün cavab C variantı olacaq. Əvvəlcə toplama üsulunu elədik, alt-alta topladıq. AB bərabərdir, 4 dənə C aldıq. Ondan sonra isə biz əvəzləmə üsulundan 4 dənə C-nin əvəzinə AB yazdıq. Əlavə də bir dənə C. Eyni hərfləri siləndə 2 dənə B, 1 AC-yə bərabər olur. 5-ci suala baxırıq. 5-ci sualda burada 4 dənə B-ni əvəzləmək olar. Belə ki, AAC bərabər olacaq. 4 dənə B-nin əvəzinə biz ACC yaza bilərik. Əlavə bizim bir dənə də B-miz var. Buradan da deməli C ilə A-nı ixtisar aparsaq, nəticədə A bərabər olar CB-yə. Biz də A-nın əvəzinə CB yazsaq, deməli olacaq CCB. Düzgün cavab olacaq CCB.
Sonra ondan sonra deməli biz burada yenə də əvəzləmə üsulundan istifadə edə bilərik. Baxın, burada bizim 2 dənə D-miz, 3 dənə C-dirsə, bu 4 dənə D-nin əvəzinə biz nə yaza bilərik? 2 dənə D-miz, 3 dənə A-dırsa, 4 dənə D-nin əvəzinə 6 dənə A yaza bilərik də, düzdür? Buradan da ixtisar aparsaq, bir dənə C-miz 2 dənə A-ya bərabərdir. İndi biz cavabda da sadələşdirə bilərik burada. Belə ki, bir dənə C-miz 2 dənə A-dırsa, onda elə bir biz 5 dənə A, bir dənə D alarıq. 5 dənə A, yəni C-ləri A ilə əvəzlədik. Bir C 2 A-dır, 2 dənə C 4 dənə olur. Bir dənə də əlavə A-mız var. 5 dənə A, bir dənə D alırıq. Buradan da 3 dənə A-nı biz 2 dənə D ilə əvəzləyə bilərik. Nəticədə belə bir ifadə alacağıq da. A, A, D, 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 D. A, A, deməli 3 dənə D. Burada da deməli A, A 3 dənə D aldıq. A-nı da təzədən bir dənə C ilə əvəzləmək olar. 2 dənə A, bir dənə C-dir də. C, 3 dənə D-D olacaq cavab. Düzgün cavab D variantıdır. Baxırıq növbəti 7-ci suala baxaq. 7-ci sualda baxın, burada biz 3 dənə B-ni əvəzləyə bilərik. 3 dənə B C A A-ya bərabərdir. Yaza bilərik onda burada C A A, yanında da əlavə bir dənə B bərabərdir C C-yə. Buradan da eyni hərflərin birini ixtisar aparsaq, belə alacaq da A, A, B bərabərdir bir dənə C-yə. İndi biz də cavabda C-nin əvəzinə A, A, B qoya bilərik. Nəticədə olacaq 3 dənə A, bir dənə B. O da Y variantı düzgün cavab sayılır. 8-ci suala baxırıq. 8-ci sualda yenə də əvəzləyib tapa bilərik. Deməli, burada K-mız 2 dənə M-dirsə, 4 dənə M bərabərdir. 6 dənə M yaza bilərik. Çünki bir dənə K-mız 2 dənə M-ə bərabərdir. O da olacaq 6 dənə M. Buradan da deməli biz alarıq ki, 2 dənə, elə bir yarısını götürsək, 2 dənə L bərabərdir 3 dənə M alarıq. Bu da 3 dənə M alarıq. Bunda cavabı baxın belə veribdir. 2L 3 dənə M-in əvəzinə bir dənə K 2M-ə bərabərdir axı. MK kimi veribdir. K-ların ikisini, M-lərin ikisini K ilə əvəzləyib, o bir M olduğu kimi saxlayıb. Beləliklə düzgün cavab B variantı olacaq. Baxırıq 9-cu suala. 9-cu sualda əvvəlcə burada tərəzidə 2 dənə M bərabərdir. 4 dənə L-in əvəzinə 6 dənə D yaza bilərik. Çünki 2 dənə L 3 dənə D-yə bərabərdir. Buradan da ifadəni sadələşdirsək, bir dənə M 3 dənə D-yə bərabər olar. Yəni 2-yə bölsək, bir dənə M 3 dənə D-yə bərabər olur. İndi təzədən 3 dənə D-nin əvəzinə M yaza bilərik. M bərabərdir 2 dənə L. İndi buradan da 2 dənə K bərabərdir D. M-in də əvəzinə L yazaq. Onda deməli biz D, L yazdıq. Yəni D, M-in əvəzinə L yazdıq. L də nəyə bərabərdir bizdə? L də bizdə tapmışıq ki, bir dənə M-ə bərabərdir. Onda K bərabər olar D, M-ə. Elə bir cavab da var, bəli. A variantı düzgün cavabdır. 10-cu suala baxırıq. 10-cu sual. Burada da 3 dənə A-nın əvəzinə yuxarıda bir dənə SB yaza bilərik. SB, yanlarında da bir dənə B var. Bərabər olacaq CC-yə. Buradan da deməli C-lərimiz bizim ixtisar getsə, BB bərabər olacaq bir dənə C-yə. BB bir dənə C-dirsə, indi biz də buranı sadələşdirsək, C-nin əvəzinə 2 dənə B qoysaq, nəticədə 3 dənə B bərabər olur 3 dənə A-ya. Və biz 3 dənə B-nin əvəzinə cavabda 3 dənə A yaza bilərik. Düzgün cavab C variantıdır. Keçirik növbəti 11-ci suala. 11-ci sualda, baxın, burada 3 dənə D-nin əvəzinə biz BC yaza bilərik. CC bərabərdir DD. 3 dənə D-nin əvəzinə BC yazırıq. Buradan da deməli biz C-lərin birini aparsaq ixtisar, bir dənə C bərabərdir DDB alırıq. İndi biz də burada nə edəcəyik? Bu 3 dənə D bərabərdir. Bu B-ni olduğu kimi saxlayacağıq. C-nin əvəzinə bu ifadəni yazacağıq. DDB. Buradan da D-lərin ikisi ixtisar getsə, bir dənə D 2 dənə B-yə bərabər olacaq. Bizdən də 2 dənə B-ni soruşursaq, cavab bir dənə D-dir. Sonra gəldik 12-ci suala. 12-ci sualda yenə də burada əvəzləmə edə bilərik. B, A bərabərdir
A, AS'nin əvəzinə 3 dənə B yaza bilərik. Bir dənə də bizim əlavə 2 dənə S'miz var. Buradan da B'lərimizin ikisi ixtisar getsə, bir dənə A bərabər olacaq BS S'yə. BSS o da C variantında verilibdir. 2 dənə S, bir dənə B verilibdir. 13-cü suala baxırıq. 13-cü sualda indi A-nı əvəzləyəcəyik burada. Baxın, bir dənə A-mız 3 dənə B-yə bərabərdir. A-nın yerinə 3 dənə B qoysaq, 2 dənə A var da. Nəticədə 6B, yanlarında da bir dənə əlavə B var. 7 dənə B bərabər olacaq 3 dənə C-yə. İndi biz də cavabda bu 3 dənə B-nin əvəzinə bir dənə A yaza bilərik də. 3B-miz bir dənə A-ya bərabərdir. A, yanında yazarıq 3 dənə əlavə C. Aha, indi biz 3 dənə C-ni də nə ilə əvəzləyə bilərik? B-lərlə əvəzləsək, nəticədə belə bir ifadə alırıq. A, 3 dənə C-miz 7 dənə B-dir. A, 7 dənə B. İndi belə bir cavab da yoxdur. Təzədən burada da əvəzləmə aparıb da 3 dənə B-ləri A-larla əvəzləyibdir. Elə bil, axı 3 dənə B-miz bir dənə A-dır. Nəticədə A, bu bir dənə A-dır, bu 2 dənə A-dır, bir dənə də özü və əlavə bir dənə B-miz qalır. Düzgün cavab olacaq 3 dənə A, bir dənə B. Yəni A variantı. 14-cü suala baxırıq. 14-cü sualda deməli, SP-nin əvəzinə yuxarıda TT yaza bilərik də. Çünki SP 3 dənə T-yə bərabərdir. Nəticədə olacaq S 3 dənə T bərabərdir 4 dənə T-yə. T-lərin də üçünü buradan ixtisar aparsaq, S T-yə bərabər olduğunu görürük. İndi biz də aparıb tərəzinin ikinci gözündə S-in əvəzinə T yaza bilərik. 3 dənə T bərabərdir. SP-nin əvəzinə TP yazıram. Çünki S-lə T bərabərdir, əvəzləyə bilərəm. Nəticədə 2 dənə T-miz bir dənə P-yə bərabər olur. 2 dənə T-miz bir dənə P-dir, onda 2 dənə P-miz 4 dənə T olar. 4 dənə T də C variantında verilir. Baxırıq 15-ci suala. 15-ci sualda tərəzinin ikinci gözündən biz alırıq ki, yarıya bölsək 2 dənə B bir dənə A-ya bərabərdir. İndi mən də burada 2 dənə B-nin əvəzinə bir dənə A yaza bilərəm. Nəticədə alaram ki, 3 dənə A bərabərdir 3 dənə C-yə. Buradan da alaram ki, A ilə C bir-birinə bərabərdir. İndi aparıb burada yerinə qoysam, 4 dənə B bərabər olacaq 2 dənə C-yə. A-nın əvəzinə C yaza bilərəm də. Buradan da alaram ki, 2 dənə B bir dənə C-yə bərabərdir. Onda bizim 2 dənə C-mizi nə ilə əvəzləyiblər? 2 dənə C-mizi elə bir ki, əvəzləyiblər, 4 dənə B ilə əvəzləyiblər. Biz aldıq ki, 1 C-miz 2 dənə B-dir də, 2 C onda 4 dənə B olar. 4 dənə B-ni də belənçi veribdir. Diqqətdən baxın. B-lərin ikisini saxlayıbdır. B-lərin ikisini saxlayıbdır. Və o biri BB-ni isə A-nın əvəzləyibdir. Cavab olur BB-A. Yəni Y variantı. Baxırıq 16-cı suala. 16-cı sualda əvvəlcə biz deməli, burada görək əvəzləməli nəsə var. Əvəzləməli olmayanda bir şey, onda toplayırıq. Burada da çarpaz toplasaq, hərflər daha çox ixtisar getmiş olar. Belə ki, A, A, B, yanına yazarıq C, C, bərabərdir. Digəri olacaq 3 dənə A, B, B, C. Eyni hərflər ixtisar aparaq, B ilə C gedir, B ilə C gedir. Ondan sonra A-ların da biri gedir. Nəticədə alırıq ki, AC bərabərdir. Deməli, A, A, B. Elə bir cavab da var, bəli. A variantı düzgün cavab sayılır. B, A, A ilə A, B deməkdir də. Hərflərin yerini dəyişində cəm dəyişdirəm. 17-ci sual. Yəni, toplanan yerini dəyişində cəm dəyişmir də. İndi burada da K-nın əvəzinə biz ML qoya bilərik. L, yanında da bir dənə əlavə ML. Deməli, buradan da eyni hərfləri ixtisar aparsaq, M-lərin biri getsə, 2 dənə M, 2 dənə L-ə bərabərdir. Bunu da biraz da sadələşdirsə, M ilə L bir-birinə bərabərdir. M ilə L bir-birinə bərabərdirsə, indi bizdə də deməli, K bərabər olar nəticədə L ala bilərik burada. İndi biz də K-nın əvəzinə L yaza bilərik də burada. Deməli, olar, o da olar deməli, L, M, L, M. M-in birində L-lə əvəzləsə 3 dənə L və yaxud da ki, L-lə əvəzləyə bilərik də L-lə M bir-birinə bərabərdir. Bu 2 dənə L-i M-lə əvəzləsək, bir dənə də əlavə M-imiz var. Bizim düzgün cavab 3 dənə M, yəni D variantı olacaq. Baxırıq 18-ci suala.
18-ci sualda yenə bax əvəzləmə eləyə bilərik. Bu 4 dənə ədəd var. 2b2c-nin əvəzinə 3 dənə a yaza bilərik yuxarıya. 2a, yanında əlavə 3 dənə a bərabərdir. Deməli, bərabərdir 5 dənə c olur. Buradan elə çıxır ki, a ilə c bir-birinə bərabərdir. A ilə c bir-birinə bərabərdirsə, deməli, bizdən də c-ni istəyir. C-nin əvəzinə biz deməli aldıq ki, 4 dənə a-mız bizim BBC-nin əvəzinə 3 dənə a yazdıq. Nəticədə 4 dənə a-mız, 6 dənə a-mız bizim, 6 dənə a-mız 5 dənə c-yə bərabər olur. Üzr istəyirəm. Çünki 2 dənə a-mız bizim var. BBC-nin əvəzində 5 dənə a-mız, 5 dənə c-yə bərabər olur. Biz yazmışıq. Onda a ilə c bir-birinə bərabərdir. Bizdən də c-ni istəyirsə, bəli, cavaba bir dənə a yazacağıq da. Düzgün cavab a variantıdır. Çox rahatdır. Baxın, bir də izah edirəm. Deməli, biz burada B, B, C, C-nin əvəzinə 3 dənə a yazdıq. Nəticədə 5 dənə a bərabər oldu 5 dənə c-yə. Buradan da hər tərəfi 5-ə bölsək, a ilə c bir-birinə bərabərdir. Və cavabda da bir dənə a olacaq. Biz toplasaq, deməli, belə bir ifadə alacağıq. B, B, C, B bərabərdir A, A, C, D, D-yə. Buradan da sonra biz eyni hərfləri ixtisar aparaq. Eyni hərflərdən birini ixtisar aparsaq, C-lər getir, 3 dənə B bərabər olur 2 dənə A, 2 dənə D-yə. İndi biz də burada A-nın əvəzinə 4 D yaza bilərik. Nəticədə 3 dənə B bərabər olacaq, ümumi 10 dənə D-yə. 10 dənə D-yə bərabər olacaq. Necə? Çünki 3 dənə B A-nın əvəzinə biz 4 dənə D yazdıq. 2 dənə daha 8 D. Ümumda 3 dənə 10 D. İndi biz də 5 dənə A-nın əvəzinə cavabda 1 A-mız 4 D-də 20 D yaza bilərik. Yəni 1 A 4 dənə D isə, onda 5 dənə A-mız 5 vuraq 4 20 D edir. Deməli, burada olacaq 20. Deməli, nəticədə olacaq bizdə 3 dənə B-miz 10 D-dirsə, bizə də 20 D lazımdır. 20 dənə də 6 dənə B olacaq. Düzgün cavab 6B, o da D variantı veriləcək. Kitabda səhvlənməsi 7B verirlər, o səhv cavab. Doğru cavab da 6B olacaq. Deməli, K, L, 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 yanına da bir dənə A yazaq. Gördüyü əvəzləmə üsulu mümkün deyil, çarpaz və yaxud alt-alta toplayın. KB, AB yazacağıq. Buradan da K'ların bir ixtisar gedir, A'ların bir ixtisar gedir. 4 dənə 2 dənə B'yə bərabər olur. Buradan da yarısını götürsək 2 dənə 1 dənə B'yə bərabərdir. İndi biz də aparıb burada B'nin yerinə L yazsaq, K, L bərabər də A olacaq. Buradan da L'lərin bir ixtisar getsə, K, L A-ya bərabər olacaq. Deməli, indi bizdən də C, L-i soruşur. C-nin əvəzinə biz KK yaza bilərik, KK, L. Buradan da K-li biz A, K alacaq. Yəni D variantı. Baxırıq 21-ci suala. 21 tipli suallarda qiymət qoyub tapacağıq. Özü verib əslində qiyməti. Kvadrat burada 4 kilodur. 3 dənə 4 birlikdə 12 kilo eləyir. 12, 12, bura edir 24, bura 24'dür, bura 12'dir, bura 12'dir. Ulduz 6 kilodur. 12'ni 4'ə böləndə bura 3 kilodur. Bura 24, 24, 48 edir. Bura 48, bura 24, bura 12, 3, 8, 8 edir. 24'ü üçə böləndə bu da təkcə 24 kilo olur. İndi burada deməli bizdən bunların cəmini istəyir. Dairə üstə gəl 24, suların da cəmi 23'dür. Keçirik növbəti suallara. Məsələn, növbəti bu tip suala baxırıq. Növbəti 22-ci suala baxırıq. 22-ci sualda isə ulduzun kilosu 16 kilodur. Ulduzumuz bizim 16 kilodursa, deməli, o zaman buranı 4'ə bölərik, bura olar 4 kilo, düzdürmü? 16, 16 bura, 32, 32 eləyir. Ondan sonra bura 16, 16. 16'nı 4'ə böləndə bura 4 kilo eləyir, 16'nı 2'yə böləndə bura 8 eləyir. 32, 32, bura 64, bura 64, bura 32, 32. Bura təkcə olacaq 16, burada 16'nı 2'yə böləndə 8, 8. İndi aparıb yerinə qoyacaq. Kubumuz 32'dir, ulduzumuz 8, x-imiz 4, əsəb simalik 16'dır.
Bunu da hesablayanda düzgün cavab eləyəcək. 4, 32 çıxar 8, 24, 24-dən 4 çıxanda 16, 20, 20-dən də 16 çıxanda 4 edir. Düzgün cavab A'dır. 23-cü suala baxırıq. 23-də aparıb yerinə qoyaq. Ürək 1 kilodursa, bura eləyir 4 kilo, 4-ü 2-yə böləndə bura eləyir 2, 2, 4, 4 bura eləyir 8, 8, 8-in 2-yə böləndə bura eləyir 4 kilo, burada deməli 8 kilodur, 8-i 2-yə böləndə bura 4, bax 8-i 2-yə böləndə bura 4, 4 kilo olur. Buranı düzəliş edeyim. Deməli, burada 8 kilodur, onda bura 16 yazaq. 8-i 2-yə böləndə bura 4, bu 2 kilo olur. 4-ü 2-yə böləndə bu 2, 2 edir. Bu təkcə 2 kilodur, x 1 kilodur. 16, 16, 8, 8, 4, 4. İndi ulduz 2 kilodur. Bu ulduzumuz da deməli 4 kilodur. İndi aparıb yerinə qoyacağıq. Bu fiqurun tapdıq 2 kilo, bu fiqura 4 kilo tapdıq, x-a 1 kilo elədik. 7, dairəyə 2, 9. Burada 4 tapmışıq da. Buradan da x-i rahat taparıq. 9 çıxar. X bərabərdir 4. X-in də qiyməti buradan 5 olar. 9-dan 5 çıxanda 4 olar. Ondan sonra baxırıq deməli 24-cü suala. 24-cü sualda aşağıdakı zəncirvari tərzdə fiqurların çəkisilə bağlı fikirlərdən hansı doğrudur? İndi biz bu fiqurların əvəzinə deməli nə yaza bilərik? İstənilən bir qiymət yaza bilərik. Tutaq ki 2 kilo verək bura, özümüzdən qiymət verə bilərik, rahat olsun deyə. Deməli bu da eləyəcək 6 dənə 2, 12 kilo. 12-ni də 2-yə böləndə bura eləyir 6, 6. 12, 12 bura 24 eləyir. 24-ü 2-yə böləndə bunlar 12 kilo olur. 24, 24, 48, 48. Burada 48-dir. 48-i 3-ə böləndə 16 kilo olur. Sonra 48, 48, 96. Bura 96, 98, 48. Bura 24, 24. İndi 24-ü 2-yə böləndə ulduzumuz olacaq 12, 12. 24-ü 3-ə böləndə bura olacaq 8, 8. İndi A variantında ulduzla üstəgəli bərabər verib. Biri 12, biri 6 bərabər deyil. Səhvdir də, yəni. Kvadrat bura 8 kilodur. Biz bura tapdıq 16 kilo bərabər deyirlər. Üstəgəl 16 kilo, bu kvadrat isə 8 bərabər deyil. D variantında ulduz 12 kilodur. Bu da deməli 12 kilodur da. 12, 12-yə bərabərdir. Deməli D variantı doğrudur. E variantında isə bura 8, bura isə 48-i 3-ə böləndə 16 qalır da. Bunlar bərabər deyirlər. Deməli düzgün cavab D variantıdır. Başqa bir qiymət də qoya bilərsiniz. Şərt o deyil ki 2 olsun. Məsələn, bura 1 də qoya bilərsiniz. Hər hansı bir ədəd. 1 kilo qoysaz bura, bura edir 6 kilo, bura da 6-dır. 6-nı 2-yə böləndə 3, 3. Onda deməli, bura olacaq o zaman 6, 6, 12, 12. 12-ni 2-yə böləndə 6, 6 edir bura. 12, 12 bura 24 edir. Bura da 24-dür. İndi 24-ü deməli 3-ə böləndə bura 8 kiloqram edir. 24, 24 bura 48. Bura da 48. 24, 24. 24-ü 3-ə böləndə 8 edir. 24-ü 2-yə böləndə 12, 12. Bura 6, 6. Bura da edir 12-ni 3-ə böləndə 4. İndi fikir verin, yenə də eynilik alırıq da. Bunun 6 kiloqramdan bu bir-birinə bərabərdir. Doğru olanı istəyir. 25-ə baxırıq. 25-də yenə qiymət qoyacağıq. İstənilən bir qiymət qoya bilərsiniz. Tutaq ki, A-lara 6 kiloqram verirəm. 6, 6 bunlar bərabərdirlər. 6, 6, 12 edir toplayanda. Burada 12-dir. Deməli, bu C 12 kilodur. 12, 12 bura 24 edir. 24 bura edir. 12, 12. 2-yə böləndə 6, 6. Deməli, D ilə F 6-dır. Burada da 12-ni 2-yə böləndə 6, 6. 6-nı 2-yə böləndə 3, 3 edir. F 6, C ilə H 3-dür. İndi aparıb yerinə qoyacağıq. C-miz bizim 12-dir. 12 çıxılsın. F-imiz bizim 6-dır. H-ımız bizim 3-dür. Y-miz bizim deməli 6-dır. G-miz bizim 3-dür. A-mız bizim 6-dır. Bu ifadəni hesablasaq 12 cavabını alırıq. 12 də olan C hərfidir də. C 12 kilodur. Düzgün cavab C variantı. 26 linklə tərəzinin qarışığıdır. Deməli, A-mız bizim 3 kilodursa, B-miz də bizim 3 kilodur. Deməli, 3, 3 bunlar birlikdə 6 kiloqram edir.
Onda C-miz də 6-dır. İndi bu 6 ilə 6-nı toplayacağıq. O da 12 kiloqram eləyir. İndi görək buradan bura kimi neçə aralıq var? 12-ni vuracağıq 3-ə. O da 36 kiloqram eləyir. İndi F D-nin ala biləcəyi ən kiçik, ən böyük qiyməti istəyirsə, onda biz F ilə G-yə minimum qiymət verəcəyik. Minimumda 1 verərik, sıfırdan fərqlidirlər. 1 bura eləyir birlikdə 2 kiloqram eləyir. İndi 2-dən bura kimi neçə aralıq var? Axıra kimi 1, 2, 3, 4, 5 aralıq var. 2-ni 5-ə vuranda 10 eləyir. Deməli, biz nə edirik ondan sonra? Bax, sol tərəfə 36 kiloqram tapmışıq da bu linqə. 36-dan həmin 10 kiloqramı çıxırıq, 26 eləyir. Elə bil, bura düşür 26 kiloqram. 26-nı da 2 yerə böləndə 13 olur. Deməli, D-nin ala biləcəyi ən yuxarı qiymət 13-dür. Bir dəfə də izah edirəm, diqqətdən qulaq asaq. Deməli, A-mız bizim 3 kiloqramdır. Bura 3-dürsə, B-miz də 3-dür. 300, bura birlikdə 6 kiloqram edir. Bura da 6-dır, onda C də 6-dır. İndi buradan bura kimi görək neçə aralıq var. 6 ilə 6-nı toplayarıq, 12 eləyər. 12-ni 3-ə vurarıq, 36. Yəni, sol tərəfin ağırlığı 36-dır. D-nin ala biləcəyi ən böyük qiymət istəyirsə, digərlərlə ən aşağı qiymət verməlikdir. Ən aşağı 1 verə bilərik, sıfırdan fərqli. 1 bura 2 eləyir. İndi 2-ni vuracağıq, burada neçə aralıq var? 5 aralıq var. 2-ni 5-ə vuranda 10 kiloqram eləyir. 36-dan da 10 sıxanda 26 eləyir. Bunda bura 26-dır. 26-nı da 2-yə böləndə D ilə Y 13 olacaq. Deməli, düzgün cavab 13 A variantıdır. 27. 27-ci sualda baxın, ulduzla, bax bu fiqurun cəmi, deməli, ulduz, 5 köşəli ulduzla digər ulduzun cəmi 12-dir. Bura 12 yazarıq, bura da 12 olar. O zaman 12-ni 3-ə böləndə bura olar 4 kiloqram. Bura 4-dürsə, ulduz avtomatik 8-dir. İndi 12, bura 24-dür, bura da 24-dür. 24, 48-dir bura. Deməli, bura 96 olacaq artıq. Bura deməli 24. Bura da olacaq 12. İndi gəlin buradan tapaq biz. Biz tapmışıq ki, bu günəş 4 kilodur. Onda 12-dən 4 çıxarıq 8. 8-i də 4-ə bölüb x-in qiymətini taparıq. X-imiz deməli 2 kilodur. X-imiz 2 kilodur. X 2 kilodursa, onda bura 10 kilodur. Bu ulduz 10 kilodur. Bu ulduzsa bura 1, 12-dir. 12-dən 10 çıxanda 2, 2-ni də 2-yə böləndə 1 eləyir. Deməli, bura 1 kilodur. Ulduzumuz oldu 4 kilo, onda xat işarəsi 7 kilodur. Deməli, bura 2 kilodursa, 12-dən 2 çıxarıq 10, onda 2-yə böləndə 3 bucaq 5 kiloqram olar. 3 bucaq 5 kiloqramdır. İndi aparıb yerinə qoyacağıq. Bu fiqura tapdıq biz. Sol tərəf qalıbdır. Bura 96, bura 48, bura 24. Bura da 12 olacaq. Deməli, ürək təkcə 12-dir. Dairə üstəgəlimiz, ulduzumuz deməli bizim 8 kiloqramdırsa, dairə üstəgəlimiz bizim deməli 24, ürəyimiz bizim 24-dür, daha doğrusu ürək 24-dür. Ondan sonra 24, 48, sonra 24. Bura 8 isə bu dairə üstəgəl 16 kiloqramdır. İndi aparıb yerinə qoyacaq. Dairə üstəgəl 16-dır. 5 bucaqlımız 1-dir, elədir 17. 3 bucağımız deməli bizim 5-dir, elədir 22. Bu digər xat işarəsi olan fiqur isə 7-dir. Hamısını toplayana deməli 29 B variantı olur. Keçirik 28-ci suala. 28-ci suala bax. Daha sonra baxırıq 28-ci suala. 28-ci sualda deməli aparıb yerinə qoyacağıq. Burada baxın uşaqlar, 6 bucaq, 5 bucaqlı birinci tapmaq olar. 5 bucaqlı elə bir ədəd verməliyik ki, həm 3-ə bölünsün, həm də 2-yə bölünsün. Həm 3-ə, həm 2-yə bölünən ədəd deməli 6-dır. 5 bucaqlının qiyməti 6 olacaq. Onda buralar 3 kilodur. Bura olacaq 2 kilo. 6, bura eləyəcək 12, bura da eləyəcək 6, 12, bura eləyəcək 24, bura da 24-dür. 24, 48. Bura olacaq 12, bura olacaq 6, burada 6-dır, 6. İndi bura olacaq təkcə 6. Ondan sonra deməli, digər fiqurları da tapmaq olar burada. Bu fiqurumuz 2 kilodursa, bura 4 kilodur. Bu ikisinin cəmi 6-dır. Cəmləri 6 olan 1 ilə 5 qalır da. Çünki 2 ilə 4 çıxıb 3 ola bilməz.
İndi sol gözdən hansının 1, hansının 5 olduğunu tapacağıq. 48, 48, buraya eləyir 24, 24. Buraya eləyir 12, 12. Deməli, indi əgər biz bura 1 kilo yazsaq, gərək ulduzumuz 11 olsun. O da şərtə ziddir. Burada deyir ki, hamısı bir rəqəmlə də dolmalıdır, bir-birindən fərqli. Yəni 0-dan 9-a kimi qiymət ala bilərlər. Onda biz bura 4 kilo verək, buna 2 kilo verək. Daha doğrusu, daha doğrusu 4 çıxıbdır. Buna 5, buna 1 kilo verək. Buna 5 kilo, buna 1 kilo verək. 4 2 verə bilmərikdə 2 budur, bu fiqurdur. Deməli, bura 5 kilo olsa, ulduz 7 kilo olacaq. 3 bucaq 3 kilodur, toplayanda 12 edir. Bura 0 kilodur. Ondan sonra 3 bucaq 3-dürsə, ürək 9 kilodur. Sonra bura 4 kilodursa, xaç işarəsi olanda 8 kiloqramdır. Hamısını tapdıq, aparıb yerinə qoyuruq. Deməli, bu fiqurumuz 5 kilodur. Xaç işarəsi olan 8-dir. Ürək, deməli, tapdıq ki, 9 kiloqramdır. Ürəyə 9 yazırıq. Ondan sonra ürək 9 kiloqramdır. Sonra bu işarəsi deməli 2 kiloqramdır. Burada 1 kiloqramdır. Bunları toplasaq, deməli 5 üstünə gələk 8, 13. 13-dən 9 çıxanda 4, 4-ün üstünə 2 gələndə 6, 6-nın da üstünə 1 gələndə 7 eləyir cavab. Yəni C variantı. Baxırıq 29-cu suala. 29-cu sualda yenə də bir rəqəmlə də deyir, bir rəqəmlə də 0-dan 9-a kimi ola bilər. Biz, bax bura ən kiçik, çoxdur da burada fiqur sayı, ən kiçik qiymətlər verəcəyik. Ən kiçik qiymət 0 kilodur. Bura 0 verək. Bunlara indi mən 1, 1, 2, 2, 3 yazıram. Ola bilər bunlardan məsələn dəyişiklik edeyim, amma digər fiqur mütləq 0-dır. Burada da toplayanda 1 üstünə gəl, 1 üstünə gəl, 2 üstünə gəl, üstünə gəl, 3, 9 kiloqram edir. Deməli, ürək 9 kiloqramdır. Ürək 9 kiloqramdır. Bura 9, 9 yazıram. Onda bura eləyir 18 kiloqram. Burada 18-dir. Bura 9, 9 kiloqram yazıram. Deməli, onda 9, 9 kiloqramdırsa, onda deməli, bura olacaq. İndi biz x-a əgər 2 yazsaq, 9-dan 2 çıxanda 7 2-yə bölünmür də. Onda biz x-i dəyişəcəyik. X-i biz deməli 1 kilo eləyək. X-i biz eləyəcəyik 1 kilo, buranı 2 kilo. İndi bax düz gələcək. 9-dan 1 çıxanda 8, 8-i 2-yə böləndə bura olur 4 kilo. Ondan sonra deməli bu ikisi qaldı indi. Bu ikisini tapmaq tələb olunur. Bunu da tapa bilərik. Bura 2 kilodursa, onda ay parçası olacaq. Avtomatik 7 kilodur. İndi bura 18, 18'dir. Bura 36, 36 olacaq. Bura 72 olacaq. Burada 72'dir. 36, 36. Bura 18, 18. Ürək 9 kilodur. Bura avtomatik 6 kilodur. Ondan sonra bu 4 kilodursa 8 eləyir. 18-dən də 8 çıxanda 10. Onu da 2-yə böləndə burada 5'dir. Baxın, bütün fiqurlar tapıldı. 0 çıxıb, 1 çıxıb, 2 kiloqram çıxıb, 3 çıxıb, 4 çıxıb. Sonra 5 kiloqram çıxdı, 6 kiloqram, 6 var haradasa. 6 burada var, 7 kiloqram burada var, 9 var, bir dənə 8 yoxdur. Onda bu fiqurumuz 8 kiloqramdır. Çıxmayan o fiquru göstərir də. Bunu belə də tapmaq olar, amma bu daha qısa yoldur. Məsələn, belədir ki, bu kənardakıların cəmi, bax buraların cəmi. Yəni, hansı ki, 2 dənə dairə var, 5 üstə gəl, 5, 10 eləyir. Üstünə də 2 dənə bu fiqurdan gəlsək, 4, 4 bərabər olur. Yox, təzədən də üstünə gəlirik bu kənardakılar. Yəni, 5 ilə ulduzu 4'ü. Bunların cəmi eləyir, 27 eləyir. Elə bil 2 dənə ulduzumuz, 2 ulduz üstə gələk. Bu fiqurların cəmi 27-yə bərabər olmalıdır. Ay parçası deməli 7 kiloqramdır. 3 bucağımız bizim 3 kiloqram idi. Buradan tapmışdıq. 3 bucaq burada da var idi. Deməli, üstə gələk 3. Üstə gəlinsin. Bərabər olur 27-yə. Üstə gəlinsin, bir də x. X-dəki buradan 1 kilodur. Üstə gələk 1. Bərabər olur 27-yə. Buradan da x-i tapsaq, 2 ulduz bərabərdir. 16 olur. Ulduzda 8 olur. Belə də tapmaq olar və yaxud da ki, yerdə qalan bir dənə 8 kiloqram qalırdı, ulduz 8-ə uyğundur. Keçirik 30-cu suala. 30-cu sualda da yenə bir rəqəmli ədədlər deyir. O zaman 0-dan
9'a kimi olan rəqəmləri götürürük yenə. 0-dan 9'a kimi. İndi biz də burada qiymətlər versək, biz bax burada belə bir şey eləyəcəyik. Məsələn, bu 5 bucaqlını birini silsək, bunda birini silə bilərik, ixtisar apara bilərik də. 3 dənə 5 bucaq, bir dənə ulduza bərabər olur. Buradan belə çıxır ki, biz bu ulduza 3-ə bölünənə verməliyik, ya 9 verə bilərik, ya 6, ya 3. Əgər məsələn bura 9 versək, bu gərək 3 kilo olsun. Bunların cəmi 21 olur, ulduz 21 ola bilməz də. Bura məsələn biz 6 versək, 12, 12, bura 3, 15, yenə ulduz 15 ola bilməz. Rəqəmlər maksimum 9'a kimi daxil rəqəmlərdir. Onda biz bu fiqura verəcəyik, deməli 3 kiloqram verəcəyik. Bu da olacaq 1 kiloqram. Toplayanda 7 eləyir. 4 dənə 1, 4 kilo. Burada 3 elədi 7. 7, 7, bura 14 kilodur, burada 14 kilodur. Onda 14, 14, 28, 28, bura 14, 14'dür. Onda təkcə bura 7, 7 yazsaq, baxın, ulduzumuz bizim 7 kiloqramdır. Bu fiqur 3 kiloqramdırsa, ürəyimiz 4 kiloqramdır. Bu fiqur 7 kiloqramdır. 28, 28, bura 56 eləyir, 56, bura 28, 28 eləyir, bura 14, 14 eləyir, bura 14, 14 eləyir. İndi ora 14 deməli, indi biz bu ulduzumuz 7, 7'dirsə, bura 0 kilodur. Ürəyimiz deməli 4 kiloqramdırsa və x-ımız bizim 5 bucaqlımız bizim 1'dirsə, x da 9 kiloqram olur. Bütün fiqurlar çıxıb burada. Bir dənə burada qalıb ay parçası, deməli bu lampa qalıbdır. Bu ulduzun biz aldıq ki 5 bucaqlımız 1 kiloqramdır. Bu 1 kiloqramdır. Ondan sonra bura deməli 3 kiloqramdırsa, 7'dən 3 çıxanda 4, ay parçası 2 kiloqram olur. Ay parçası 2'dirsə, lampa 5 kiloqramdır. Deməli, onda burada avtomatik 8 kiloqram olacaqdır. 6'ın üstünə 8 gələndə 14. İndi görək bu fiquru tapmaq üçün görək hansı rəqəmlər çıxıb. 0 çıxıb, 1 çıxıb, 2, 3, 4. 4 çıxıbmı? 4 kiloqram. 4 kiloqram, 4 kiloqram. Burada var, 4 çıxıbdır. Sonra 5 kiloqram çıxıbdır. 7 də çıxıb, bu dəfə 8 də çıxıb, 9 da çıxıb, 6 çıxmıyor. Deməli bu fiqur 6'dır. X-a biz neçə kiloqram tapmışıq? 9. Ulduza da 8 tapmışıq. Bunları da toplayanda 23 eləyəcək cavab. Yəni D variantı. 21'ə baxırıq. 21'də baxın, yenə bir rəqəmli ədəd deyir. 0-dan 9'a kimi götürə bilərik. Bax, bura 1 kiloqram qoysaq, 5, 5 eləyəcəklər. Yəni, ora ancaq 1 verə bilərik də. Məsələn, 2 verə bilmərik. 2 versək, axı ora 10 kiloqram olur. Ulduz da 10 ola bilməz də, maksimum 5 ola bilər. 9 ola bilər. Bura 5, 5, bura eləyir 10. Bura da 10'dur. Onda buralar 5, 5'dir. Sonra buralar 1, 1 kilodur, 2'dir. Bax, biz də burada belə bir şey eləyəcəyik. Buna 3 kiloqram verəcəyik. Başqa qiymət verə bilmirik də, 5 olması üçün. Məsələn, 2 versək, gərək üstəgəl 1 olsun. Bunlar ikisi də 1 ola bilməz, hamısı bir-birindən fərqlidir. Onda üstəgəl 0 kiloqramdır. Bura 0 yazırıq. Bura 1 kiloqram. Bura deməli yenə 0 yazırıq. Onda bu xat işarəsi 4 kiloqramdır. İndi buralar 10, 10, 20 eləyir. 20, 20, bura 40'dır. Bura 10, 10, bura da 10, 10'dur. Deməli bu x-ımız bizim 1 kilo, bura 0'dırsa, deməli biz də 5'dən 1 çıxanda 4, 4'ü də 2'yə böləndə bura 2 kiloqram olacaq. Bura 2'dirsə ulduz 3 kiloqram olacaq, 5 olması üçün. İndi bunların da yerdə qalır cəmləri 10 olan 6 ilə 4 qalır. Məsələn, 3 çıxıb olduğu üçün 3, 7 götürə bilmərik. 2 çıxdığı üçün 2, 8, 1 çıxdığı üçün 1, 9 götürə bilmərik. Və bu da bu xat işarəsindən ağırdır da. 6 ilə 4 qalır. Həm də xatı buradan tapmışıq. İkisinin cəmi 10 olmalıdır və ulduz xatdan ağır olduğu üçün aşağıda veribdir. 6, 4. Bura 40, 40. Bura 20, 20. Bura 10, 10. Aha, bu fiqurumuz 0 kiloqram idi. Bu 5 bucaqlımız 2 kiloqram idi. Onda ürək 8 kiloqram olur. Bu fiqur 0 idi. Ulduz 3 idi. Onda lampa işarəsi 7'dir. Ondan sonra buralar 0, 0,
Bu fiqur 1 kiloqramdırsa ay parçası 9'dur. Sonra bu fiqurumuz 0, ulduzumuz 3'dürsə lampa 7'dir. Buradan hamısını tapmış olduq. İndi sadəcə aparıb yerinə qoyacağıq. Deməli, ürək 8 kiloqramdır. Ulduzumuz deməli neçə kiloqramdır? Ulduzumuz 6 kiloqramdır. Dairə üstəgəl 0'dır. Xat işarəsi isə 4'dür. Bunları da toplayanda o da eləyir 18, yəni C variantı. 32'yə baxırıq. 32-ci sualda ağırlıq tam da tarazı deyil. Burada indi ulduza elə bir qiymət qoymalıyıq. Həm 4'ə bölünsün, həm 2'yə. Məsələn, ulduza gəlin 8 qoyaq, olmasa 4 də qoya bilərik. Ulduzumuz 8 olsa bu işarələr 4'dür. Bura 2, 2'dir. İndi bura 8, 8, 16 edir. Bura da 16'dır. Bura 32, 32 edir. Bura 16, 16, 8, 8. Cəmləri 16 olan ancaq 9, 7 ola bilər də. 9, 7'dən ağırdır. Ondan sonra bu ay parçası 4, 4'dür. Onda deməli, bura 2 kiloqramdırsa, bura da 6'dır. Keçirik sol tərəfə. Da bura 32 yaza bilməliyik. Çünki bir-birlərinə bərabər deyirlər axı. Biz belə yaza bilərik. X-ımız bizim 9'dur. Bura 9, 9, 18 olur. Bura da 18'dir. Bura 36, bura da 36'dır. İndi bu fiqurumuz 8'dirsə 8, 8, 16 edir. Bunlar 1 kilo olacaq 18. Bu da 0 kiloqram olacaq 18 olması üçün. Burada 18, 18. Kvadrat 5 olacaq. 3 dənə 5, 15 edir. Bura 3 kiloqramdır. 18 olur. Bura 8'dir. Bura 1'dir. 9. Onda x işarəsi 9 olur. 18 olması üçün. İndi kvadratımız bizim oldu 5 kiloqram. 5 bucaqlığımız oldu. Deməli 1 kiloqram. Dairə üstəgəl oldu. Dairə üstəgəl deməli harda verilib? Burada 6 kiloqramdır. Ürək də oldu 8 kiloqram. Deməli biz bunları, yox, ürək də 7 kiloqram. Biz bunları toplayacağıq. O da 19 Y variantını bizə verəcək. 33'ə baxırıq. 3-cü sualda indi biz aparıb qiymət qoyacağıq. Gəlin qiymətlərimizi qoyaq. Məsələn, biz burada deməli necə bir qiymət qoya bilərik? Ürəyə elə bir qiymət qoymalıyıq ki, həm 4'ə bölünsün, həm də 2'yə bölünsün. Məsələn, ürəyə biz tutaq ki, 4 qoysaq, ürəyə 4 qoysaq, bura eləyir 2 kilo eləyir avtomatik. Ondan sonra baxın, burada ürək 4 kilo olsa, bura ancaq biz 1 kilo verə bilərik. Eləyir 8. Onda bu A işarəsi olanda 8 kiloqrama bərabərdir. Ondan sonra biz indi bura 4, 4 oldu. Sonra burada biz buralar deməli 8, 8, bura 16, bura 16'dır, bura 8, 8'dir. 3 bucağımız 3 kilo olacaq. Bura 2 kilo, 6, 6, 8. Ondan sonra kvadratımız bura 1 kilodur. Kvadrat 2 kilodursa bura 5 kilodur. Sonra bura ancaq biz 3 kilo verə bilərik. 1 ilə 2 çıxıb baxın. Onda bu xat işarəsi 0'dır. Bu ulduz 9 kiloqramdır. Sonra artıq bizdə 3 bucağımız 3 kilodur. 3 bucağımız 3 kilodur. Demək, bura 5 kilodur. Buralar 1 kilodur. Bura 5'dən ağır qiymət verməli. Çıxmayan 6 kiloqramdır. İndi yerdə qalır bizdə çıxmayan qiymətlər 7 ilə nə qalıb çıxmayan? Deməli, biz 5 bucaqlının 6 tapdıq, bir dənə də 7 qalıb. Burada 7 verir ki, 7 ilə 3-ün cəmi 10, 9'dan ağırdır. Deməli, ürək 4 kilodur, 3 bucaq 3 kilodur, ulduz işarəsi 7 kilodur. Bu ay parçası da 8 kiloqramdır. Bunları da toplayanda 22 eləyir cavab. Düzgün cavab C variantı olur. Sonra baxırıq 34'ə. 34'də burada askılı tərəzilərdir. Qiymət 1-dən 7'yə kimi deyir. Burada baxın, 1-dən 7'yə kimi deyir. İndi biz burada birinci sayı çox olana qiymət verək. Bu buradan ağırdır, bu buradan ağırdır. Buralar bərabərdir. Burada A'ya yalnız 1 kilo verə bilərik. Çünki məsələn 2 versək, axı ondan ağır ədəd ola bilməz. Onlar 10 olar. Digəri ondan ağır olsun da. Burada da maksimum 7'dir. Ancaq 7 kilo olar. F'ə də biz 1 verə bilmərik, 3 də verə bilmərik. 3 versək, onda gərək Y 7 olsun. F'ə axı D 7'dir. Deməli, F'ə ancaq 2 kilo verə bilərik. Y də onda ya 6 kiloqram olar, ya da 5 olar. İndi
Məsələn, burada fikir versək, Y ilə C-nin ağırlığı BC-dən ağırdısa, Y-yə biraz böyük qiymət verək ki, Y ağır çəkidir də. 5 versəz ödəməyəcək, 6 versəz ödəyəcək. Baxın, Y-yə 6 versəz, C avtomatik burada olacaq. Deməli, A-larımız bizim 1 kilodur, C avtomatik 4 olur. İndi 6 ilə 4-ü toplayanda 10. Çıxmayan daşlarımız hansılardır? 3 ilə 5-dir. B ilə C, biri 3-dür, biri 5-dir. Amma hansının 3, hansının 5 olduğunu dəqiq bilmirik. Hansının 3, hansının 5 olduğunu dəqiq bilmirik. İndi gəlin baxaq görək, hansı burada doğrudur. A variantında deyir BC-dən ağırdır. Burada dəqiq bilinmir də hansı ağırdır. B variantında deyir ki CB-dən ağırdır. C burada 4 kilodur. B3 olsa bəli CB-dən ağırdır. Amma B5 olsa ağır deyil də. C-də deyir ki CC-dən ağırdır. C4 tutaq ki deməli C-yə biz 3 versək ağır olur. C-yə 5 versək ağır olmur. Bu variant da səhvdir. D variantında deyir ki CB-dən ağırdır. Dəqiq bunların qiymətini bilmirik. Y variantında Y 6 kiloqramdır. C-dəki istəyir 3 olsun, istəyir 5 olsun, fərq eləməzlər. Y ondan ağır olacaq. 6 3-dən 5-dən ağırdır axı. Deməli dəqiq doğru olan Y variantıdır. 35-ə baxırıq. 35-də biz indi sayı yenə burada 0-dan 9-a kimi götürəcəyik artıq. İndi biz görək burada sayı çox olanlara bunlar buradan ağırdır, bu buradan ağırdır, bunlar bərabərdir, bu ağırdır. Biz bu dairə o qədər də böyük çəki deyil. Çünki dairə ilə kvadratdan ağır üçbucaq var. Ona görə biz dairəni, qara dairəni minimum aşağı eləmək üçün bu ürəklərə 0 kiloqram verək. Bunlardan da biri olsun 1, biri 2, biri 3 olsun. Sonra dəyişə bilərik onlar onsuz. Deməli bunları toplayanda 6 kiloqram olur. Onda qara ürək avtomatik 7-dir. İndi ağ kvadrata biz artıq buradan alırıq ki, yalnız 1 verə bilərik də. Demək, bununla bunun yerini dəyişək. 7 ilə 1-i toplayanda 8. Onda qara üçbucaq avtomatik 9-dur. O zaman üçbucağa ancaq 4-4 verə bilərik. 1, 2, 3 çıxıbdır. 5 də verə bilmərik, 10 olur. Ağ ürəyimiz onda 8-dir. İndi biz qara ulduza 2 verdik və qara ulduzu burada dəyişək. Çünki qara ulduzla bu ağ ulduzun cəmi ağ dairə ilə kvadratdan ağırdırsa, onda biz bu qara ulduzu 3 kiloqram eləyək, ağı 2 kiloqram eləyək. Baxın, belə bir şey eləyək. İndi çıxmayan daşlarımız bizim hansıdır? 0, 1, 2, 3, 4, 6 qalıb, 5 qalıb, 5, 6 qalıb çıxmayan, 7 çıxıb, 8 çıxıb, 9 çıxıbdır. Bura 6 kiloqram verərik onda, bura 5 kiloqram verərik. Baxın, 9 7-dən ağırdır. Hamısı düzgün şəkildə gəlir burada. Deməli, bütün çəki daşları çıxıbdır. İndi biz artıq aparıb yerinə qoyub düzgün cavab tapacaq. Burada da qaraların cəmindən ağların elə bir cəmin çıxır da. Qaraları toplayıb ağlardan çıxırıq. Demək, burada qaraları toplasaq, qara üçbucağımız bizim 9 kiloqramdır. Qara kvadratımız 5 kiloqramdır. Qara dairəmiz 7 kiloqramdır. Qara ulduzumuz 3 kiloqramdır. Qara ürəyimiz 0 kiloqramdır. Çıxacaq indi. Ağ üçbucaq 4-dür. Ağ kvadratımız 1-dir. Ağ dairəmiz 2-dir. Ağ ulduzumuz 6-dır. Ağ ürəyimiz neçədir? 8-dir. İndi bunları da çıxsaq, 14, 21, 24, 24-dən 4 çıxanda 20, 19, 17, 11, cavab 3 kiloqram eləyəcək. Yəni B variantı. Növbəti suala baxırıq. Burada fiqurlar hədsiz çoxdur. Yenə də biz böyük bir hissədən başlayaq. Məsələn, ağ dairəyə 0, yenə də fərqli bir rəqəmli ədədlər deyirəm. 0-dan 9-a kimi. Məsələn, mən ağ dairəyə 0 fikirləşə bilərəm. Amma burada 3 dənə ağ dairə ulduza bərabərdirsə, ağ dairəyə 0 verə bilmərəm də. 0 0-a bərabər olar axı. Biz onda ağ dairəyə minimum 1 verək. Ulduz olsun, 3 kiloqram olsun. Bu ağ dairəmiz 1-dirsə, ağ ürəyə 0 verək. Bura buradan ağırdır. Qara kvadrata da 2 verək. Bunları toplayanda 6 eləyir. Onda ağ ulduzumuz 7 olur. Qara kvadratlarımız 7 verə bilərik də, 6-dan ağır. 8, 9 da verə bilərik. Amma çox da böyük verməyək ki, 2 dənə ulduz 3 dənə ürəyə bərabərdir. 7 də verə bilmərik. 7 versək 14 3-ə bölünmür də. 8 versək ağ ulduza 16 yenə 3-ə bölünmür. Ancaq 9 verə bilərmişik. Bura ancaq 9 verə bilərik. 9 verə bilərik bura ancaq.
Bura ancaq 9 verə bilərik. İndi biz də bura 9 kiloqram versək, 9 9-u toplayanda 18 edir. 18 3-ə böləndə bura 6 kiloqram edir. Bura 6 6-sa 10 burada deməli nə baş verir? Burada biz belə versək, onda A kvadratın qiyməti düz olmur. A kvadratın qiyməti düz olmur. Biz ulduza 6 kiloqram verəcəyik. 6 versək, 6 verəcəyik ulduza. Bunların cəmi 5 eləyir də, 6 5-dən ağırdır. İndi bura 6 6 12 eləyir. 12-ni 3-ə böləndə qara ürək 4 kiloqram eləyir. İndi bura 4 4 8 eləyir. Onda A kvadrat 9-dur avtomatik. Bütün qiymətlərimiz çıxdı. Bura 6, bura deməli olacaq 5 kiloqram olacaq. 3-dən 2 6 6 5-dən ağırdır axı. İndi çıxmayan daşlarımız bizim 7-dən 8-dir. Başqa daşlar çıxıb da. Onda qara ürək 8-dir, ağ ürək 7-dir. İndi ağların cəmindən qaraları çıxmaq istəyir. Ağları toplasaq, deməli, bura 7 kiloqramdır. Ağ kvadratımız 9-dur, elədir 16. Bura 6-dır, 22. Bura 5-dir, 27. Bir dənə də, deməli, hansı qaldı? Ürəkdəki 0-dır. Ağları toplasaq 27 eləyəcək. İndi ağlardan qaraların elə bir cəmini çıxırıq da. Bunu belə yaza bilərik də. Ağlardan qaraların cəmini çıxırıq. Qara ürəyimiz 4-dür. Ağ dairəmiz 1-dir. Deməli, 27 çıxılsın, 4 üstünə gəl 1. Ondan sonra qara kvadratımız 2. Qara ulduzumuz 3-dür. Və qara ulduzumuz 3-dür. Qara üçbucağımız 8 kiloqramdır. Yəni 27-dən 18 çıxırıq, o da eləyəcək 9. Düzgün cavab D-dir. 37-də qiymətlər 1-dən 9-a kimi veribdir. 0 götürməyiblər, 1-dən 9-a kimi veriblər. İndi burada gəlin böyük kiçik işarəmizi qoyaq. Bura buradan ağırdır, bura buradan ağırdır. Bunlar bir-birinə bərabərdir. Burada ağ üçbucağa yalnız 1 kiloqram verə bilərik. 5 dənə ağ üçbucağı toplayanda 5 eləyir. Burada 5-dir. 5 5-ə bərabərdir də. Onda bura 5 kiloqramdırsa, deməli, bura 1 verə bilmərik, ancaq 2 verə bilərik. 5 4-dən ağırdır. Ondan sonra qara dairəyə 3 ilə 4 verə bilərik. Məsələn, qara dairəyə tutaq ki, 4 4 versək, bura avtomatik 9 kiloqram olur. İndi yerdə qalan çıxmayan daşlarımız bizim hansıdır? Buranın da məsələn 3 3 6 götürə bilərik, 12 eləyir. Buradakı 4 8 götürərik, 12 eləyir. Hamısı bir-birinə, burada da düz oldu, 12 12-yə bərabərdir. Bütün daşlarımız çıxdı. Vəziyyət doğrudur burada. Bir dənə ulduzu görsün, şəkildə verməyibdir, burada verib amma. Ulduza da çıxmayan daş 7 qalır da, bütün daşlar çıxıb 1-dən 9-a kimi. İndi qara dairəmiz bizim oldu 4 kiloqram, üstəgəlimiz bizim oldu 3, ağ dairəmiz bizim 6, ulduzumuz da bizim oldu 7. İndi artması acılıqla deyirsək, yəni ağırlığına görə də burada ən aşağı ağırlıq 2-dədir, 3 kiloqramdır, sonra 1-dədir, 4 kiloqramdır, sonra 3-dədir, ən ağır 4-cü fiqur 7 kiloqramdır. Düzgün cavab A variantıdır. Gəldik nəhayət sonuncu suala, 38-dən 40-a kimi. Bu da uzun olsa da 3 dənə sual əhatə edir. Bunun məntiqini necə tutacağıq? Bunları əvvəlcə yazaq, bu buradan ağırdır. Və qiymətlər də 1-dən 9-a kimdir. Bu buradan ağırdır, bunlar bərabərdir, bunlar bərabərdir, bunlar bərabərdir. Əgər mən bu fiqurları, bax, bir gözə yıxsam, tərəzinin ikincidə olanları, bunları bir gözə yıxsam hamısını, 6 dənə fiquru bura yazın. Fikir verin. Və deməli biz bu 6 dənə fiqura, yəni burada elə bir 9, birin tərəzinin birinci gözündə 9 fiqurun 9-u da var, hamısı da müxtəlifdir. Bax, burada elə bil ki, bu 3 dənəyə böyük qiymətlər verə bilərik ancaq. 9, 8, 7 verə bilərik və yaxud da ki, 9, 8, 6. Çünki o birlərə qalır yerdə 1, 2, 6 dənə fiqur qalır da, 4, 5, 6 ola bilər cəmləri. Çünki bunları 9, 8, 7 ilə götürsəz, o birlər olur 1, 2, 3, 4, 5, 6. Sol tərəfin cəmi 24 eləyir toplayanda, sağ tərəfin cəmi 3, 6, 10, 15, 21 eləyir. Bir də belə bir versiya ola bilər ki, 9, 8, 6 ola bilər, sol tərəfin cəmi 23. Onda burada artıq 6-ın əvəzinə 7 durur, sağ tərəfdə 1, 2, 3, 4, 5 və 7-ni toplasaz 22 eləyir. Yəni də 23, 22-dən ağırdır.
İndi biz də yoxlayaq ya 9, 8, 7-dən ya da 9, 8, 6-dan. Hansı ödəsə onu götürəcək. Məsələn 9, 8, 6-dan yoxlayaq buranı. Onda buradakılar da birdən deməli 5-ə, 7-yə kimi ədədlər olacaqlar. İndi biz buranı da indi parçalasaq, bax buranın özünü. 4 dənə fiqur 2 dənə fiqura bərabərdir. Bunları da məsələn necə bərabər eləyə bilərik? Bunları birini 4, 7 götürərik. Bunları da 2, 1, 2, 3, 5 kimi götürə bilərik. Baxın 11, 11-ə bərabərdir. İndi biz də boz dairəyə məsələn 1 kiloqram götürsək, bunların cəmi eləyir 5. Qara kvadrat da 5 götürə bilərik burada. Qara kvadrat da 5 götürə bilərik. Bunların da cəmi eləyir 10 eləyir. 10 eləyir. Sonra bu da qara üçbucağa biz 3, 3 götürsək, onda 4 o bir tərəfə düşür də. 2, 2 götürsək düşməz. Boz dairəni onda biz 2 eləyək. 1 eləsək alınmır. Boz dairəni 2 eləsək, bura eləyir 10. Qara kvadratı 1 eləyək, 11. Buranı 4, 4 eləyək, buranı da 3 eləyək. Baxın, düz gəlir indi. 11, 11-ə bərabərdir də. 11, 11-ə bərabərdir. Və biz indi ağ dairəyə 3 kiloqram tapdıq. Qara üçbucağa 4 kiloqram. Qara kvadrata 1. Onda deməli 8. Ağ dairə 3 oldu. Qara üçbucaq 4, 7. Qara kvadrat 1, 8. Onda boz dairə düz olmur. Boz dairəmiz yuxarıda 2 vermişik. Burada boz dairəyə 3 qalır. O da bərabər ola bilməzlər də. Onda biz baxın belə bir şey eləyəcəyik. Buranı məsələn 3, 3 götürək. Buranı 5 götürək. Eləyir 11 cəmləri. Eləyir 11 cəmləri. Buranı 2 kiloqram götürək. Buranı 1 kiloqram götürək. 11, 11-ə bərabərdir. İndi gəlin baxaq. Bunlar da 1, 2, 3, 5 olmalıdır. Üstündə yazmışdıq. 1, 2, 3, 5. İndi biz də bura 5 kiloqram verdik. Boza 2 verdik. 7. Bura 3 verdik. 10. İndi bax düz gəlir. 11, 11-ə bərabərdir. İndi biz də burada bu tərəfdə də deməli qiymətləri vermişik. İndi bax bura 9 kiloqram, bura 4 versək eləyir 13. Bu boz dairəmiz 6 kiloqramdır. Ağ üçbucağımız da 7-dir. Baxın 13, 13-ə bərabərdir. Bura 9-dur. Onda boz dairəmiz 6, boz üçbucağımız da 8-dir. Bax indi hamısı bir-birini ödəyir. İndi hamısı bir-birini ödəyir. Bütün qiymətlər ödəyir bir-birini. Bunları da istəyirsiniz yazaq üstünə lap. 3, 5, 2, sonra 1, sonra 7, sonra 4. Bax, buranı toplasaz 23 eləyir. Sağ tərəfi toplasaz 22 eləyir. 23, 22-dən ağırdır. Buralar 11, 11 bərabərdirlər. Hamısı da bir dəfə istifadə olunub da. Bura 13, 13-ə bərabərdir. Burada da 11, 11-ə bərabərdir. İndi qara üçbucaq Y variantına uyğundur. Cavab Y-dir. 39-da bozla ağ kvadratın cəmini istəyir. Boz 6 kiloqramdır, ağ kvadrat 9-dur. 6-dan da 9-u toplayanda deməli 15 edir. Bax, axırıncı sualda da deyir, mütləq doğrunu tapın. Bax, A variantında boz üçbucaq 8, ağ kvadrat 9-dur. Bu səhvdir də. B variantında qara dairə 4, ağ üçbucaq 7-dir. Bu olada bilər, olmaya da bilər. İndi bu haqda məlumat verəcəm. C variantında boz dairəmiz bizim 6, ağ kvadratımız bizim 9-dur. Bu da səhvdir. D variantında boz üçbucaq 8-dir, qara dairə 4-dür. Bəli, mütləq doğru budur. İndi B-ni deyəcəm, niyə ola bilmir. Y-də də boz dairə 6, ağ üçbucaq deməli 7-də 6, 7-dən yüngüldür də, bu da deyil. İndi bax, bunun bir versiyası da var. Bax, biz bunu yazdıq, bayaqlarım 3, 3, 5 kimi. Bunu belə də yaza bilərik. Yəni, B variantında deyir ki, boz dairə, yəni 4, ağ üçbucaqdan kiçikdir. Ağ üçbucaq neçə idi? 7 idi. Bunu biz yerlərini dəyişə bilərik əslində. Bunu məsələn
belə deyim də 7-4 qalır da bura. Buranı biz 7 ilə 4-ün yerini dəyişə bilərik. 7-4. Buranı 7-7, buranı 4 kiloqram eləyə bilərik. Edir 18. Baxın indi. Boz dairəni biz deməli, boz dairəni biz 3 kilo eləsək, bu edir 14-18 edir. Baxın, belə deyir ki, boz dairə, bax biz bunların yerini dəyişə bilərik. Boz dairə 7, bunu 7-4 eləyə bilərik, 11. 7-4 eləyə bilərik bunu. Bunu artıq biz 7-4 kimi eləsək, burada belə bir gedişat apara bilərik. Bunu biz 7-4 eləyə bilərik, dəyişə bilərik yerlərini. Buraya 3-3 qalsın, bura isə dəyməzlik gelir. Bura 3-3 qalsın, bura 3-3, bura 5, eləyir 11, bura qalsın, bura isə dəyməyək. Aha, baxın. Görün, burada biz bunların yerini dəyişsək, nəticəyə təsir edə bir də 7-4, yenə 11-11 olurlar, bir-birlərinə bərabər olurlar. Yəni, B-də baxın, biz boz, qara dairənin ağac bucaqdan böyük ola da bilər, kiçik də ola bilər. Məsələn, bayaqlarım, bəli, ağac bucağı 7 götürmüşdük, mən ağac bucağı 4 götürdüm. Heç nə dəyişmədi ki. İndi, məsələn, deyirsiniz ki, burada biz düzgün gəlmir. Məsələn, mən ağac bucağı 4 yazıb, buranı 9 eləyə bilərəm. Buranı, məsələn, 7 kiloqramdır, bura 7 kiloqramdır, buranı 6 eləyə bilərəm. Fikir verin, yenə bir-birlərinə bərabər olurlar. Yəni, burada bir versiyada var ki, məsələn, ola bilər ki, boz dairəmiz 4-dür, ağac bucağımız 7-dir. Onda da deməli, qara dairəmiz bizim 7, ağac bucağımız 4 olsa, 7 4-dən kiçikdir də, əksinə 7 4-dən kiçikdir, böyükdür. Yəni, B mütləq doğru deyil, mütləq doğru olan burada D variantı olacaq. Gəldik video izahı sonuna, növbəti izahlarda görüşərik.